Əziz müəllimlər, bugün sizinlə nazik təbəqə metalın hissələrinin birləşdirilməsi mövzusu barəsində öyrənəcəyik. Gəlin müəllimlər, keçək mövzumuza. Nazik metal lövhələrin ən geniş yayılmış birləşdirilmə üsulu qatlama tikişdir. Bəli, qatlama tikiş lövhələrin kənarlarının qatlanmasıdır. Bəli, bu barədə məlumatımız var. Ümumiyyətcə, birazdan daha ətraflı öyrənəcəyik sizinlə. Metal lövhələrin birləşdirilmə üsulu iki cürdür. Yəni, qatlama tikişdir, bir digəri isə pərçimlə birləşdirilmədir. İndi müəllimlər, hal-hazırda biz qatlama tikişi haqqında məlumat alacağıq ilk öncə. Daha sonra pərçim barəsində. Gəlin vaxt itirmədən keçək elə digər hissəyə. Elə şəkil 1-ə baxsanız, burada qatlama birləşməsinin alınma ardıcıllığı göstərilib. Elə burada da onun kiçik bir alınma ardıcıllığı var. Mən onları indi qeyd edəcəm. Siz də özünüz üçün qeydlərinizi aparın. Əvvəlcə təbəqələri, bəli, 90 dərəcə bucaq altında kənarlardan 6-8 mm olmaqla əyirik. Bəli, bu bizim birinci mərhələmiz olacaq. Deməli, qatlama birləşməsinin alınması üçün biz əvvəlcə təbəqələri 90 dərəcəlik bucaq altında kənarlardan 6-8 mm əyirik. Daha sonra ikinci mərhələmiz gələcək. Təbəqələri çeviririk. Çevirdikdən sonra və əyilmiş kənarları 2-3 mm aralıq qoymaqla qatlayırıq. Və həmin təbəqələri, qatlanmış təbəqələri, yəni kənarları biz bir-birinə keçiririk. Bəli, keçirdikdən sonra onları qıfıla salır və taxta çəkicilə pilləli tirciyə biz zərbələr vurmaqla onu etibarlı bərkitmiş oluruq. Deməli, müəllimlər, həmin təbəqə biz bir-birinə keçirdikdən sonra etibarlı bərkidirik və həmin birləşmə zolağındakı çıxıntı təbəqələrə aralanmaq imkanı vermir. Bax, bu da testlərə ayrıca düşən suallardan biridir ki, hansı birləşmədəki hissədir ki, o təbəqələrə aralanmaq imkanı vermir. Təbii ki, oradakı birləşmə zolağındakı çıxıntı, söhbət ondan gedir. Ona görə onun sayəsində təbəqələr bir-birindən aralanır. Gəlin təkrar qeyd edək. Birinci ilk olaraq bizim ilk mərhələmiz olacaq ki, təbəqələri 90 dərəcəlik bucaq altında kənarlardan 6-8 mm əyirik. Bəli. İkinci mərhələmiz daha sonra gələcək. Təbəqələri biz çeviririk və əyilmiş kənarları 2-3 mm aralıq qoymaqla qatlayırıq. Bəli, bu bizim ikinci mərhələmiz oldu. Üçüncü mərhələ daha sonra təbəqələri qatlanmış kənarlarını bir-birinə keçiririk. Şəkil ilə C-də göstərilib. Bir-birinə keçiririk və keçirdikdən sonra həmin dediyi hissəyə etibarlı bərkidilmiş olur və taxta çəkicinin köməyi ilə pilləli tirciyə, yəni biz zərbələr vururuq, yəni onu bərkitmiş oluruq. Bu da bizim müəllimlər 4-cü mərhələmiz olacaq. Yəni taxta tirciyə biz zərbələr vurmaqla onu etibarlı bərkitmiş oluruq. Və bu sayədə birləşmə zolağındakı çıxıntı onun aralanmasına, yəni bir-birindən aralanmağına imkan vermir. Yəni bu şəkildə siz də kitab üzərinə qeydlərinizi apara bilərsiniz. Elə şəkillərə də mütləq nəzər yetirin. Deməli, testlərdə düşsə ki, birləşmə zolağındakı çıxıntı söhbət harda keçir? Təbii ki, götürəcəyik qatlama birləşməsində. Qatlama və yaxud da ki, desək ki, qatlama birləşməsindəki nəyin sayəsində həmin demək təbəqələr bir-birindən aralanmır, götürəcəyik ki, orada birləşmə zolağındakı çıxıntının sayəsində. Yəqin ki, bu hissə aydındır. Daha sonra davam edək. Belə üsulla binaların, yəni qatlama tikişindən söhbət gedir. Qatlama birləşməsindən demək biz dam örtüyündə, daha sonra ventilyasiya sistemində su ötürücü boruların demək, birləşdirilməsində istifadə edirik. Testlərdə elə bu şəkildə düşür müəllimlər. Yəni, burada çətin bir şey yoxdur. Təbəqə metaldan olan detalların birləşməsində digər üsullardan biri də, bax, bayaq qeyd etdiyim kimi, pərçimləmədir. Deməli, təbəqə metalının birləşməsinin iki üsulu var. Qatlama tikiş və pərçimləmə. İndi biz pərçimləmə haqqında öyrənəcəyik, əziz müəllimlər. Görək, pərçimləmə nədir, harada istifadə olunur? Pərçimlər başlıq və meyil hissədən ibarətdir və bərkidici detaldır. Bəli, bunun haqqında məlumatımız var.
Onlar yumuşaq poladdan, misdən, alüminiumdan və latundan hazırlanır. Bəli, yəni material olaraq pərçimlər yumuşaq poladdan, alüminiumdan, daha sonra misdən, latundan hazırlana bilir. Pərçimlər yarımgirdə, yastı, gizli və yarımgizli olur. Gəlin bu hissəyə baxaq. Deməli, müəllimlər, pərçimlər başlıqlarının formasına görə yastı, yarımgirdə, daha sonra gizli və yarımgizli olur. Bəs şuruplar başlıqlarının formasına görə necə olurdu? Təbii ki, yarım dairəvi, gizli və yarım gizli. Bax, bəzən müəllimlər gəlib götürürlər ki, pərçimdə ilə yarım gizli ilə müəllim, daha doğrusu üzr istəyirəm, yarım dairəvi ilə yarım girdə eyni bir şey deyil. Biz onu götürsək nə olar? Təbii ki, müəllimlər, yarım girdə ilə yarım dairəvi eyni bir şey deyil. Düzdür, oxşuyur, amma deyil. Niyə görə deyil? Yarım dairəvi dairənin yarısıdır. Yarım girdə isə biraz qabarıqlıq var o hissədə. Amma tam yarım dairəvi sayılmır. Ona görə bunu bu şəkildə yadınızda saxlayın. Yəni ki, pərçimlər başlığının formasına görə 4 cür olur. Hansılardır? Yarım girdə, yastı, gizli və yarım gizli olur. Daha sonra davam edək müəllimlər. Deyir, bu çox vaxt bu birləşmədən ümumiyyətcə müəyyən yerlər var ki, istifadə edirik. Gəlin görək hansı yerlərdir ki, onlar orada istifadə edirik və onların alınma ardıcıllığı var. Eyni qatlamada olduğu kimi. Bu üsulla birləşmədə əvvəlcə pərçimlər üçün deşiklərin mərkəzi qeyd olunur, yəni nişanlanır. Olar ki, testlərdə düşər ki, pərçimləmə zamanı həmin deşiklərin mərkəzi orada nəyin köməyi ilə qeyd olunur? Baxın, burada göstərir. Deşik açan və burğunun köməyi ilə deşik açılır. Bu bizim ümumiyyətcə müəllimlər birinci mərhələmiz olacaq. Niyə görə? Həm bu ayrıca test sualı kimi salına bilər, həm də müəyyən burada ardıcıllıq var. Ona görə biz bunu qeyd etməliyik. Yəni pərçimləmə zamanı pərçimi müəyyən biz ardıcıllıqla yerinə yetiririk. Ardıcıllıqdan biri də ilk mərhələmiz olan budur ki, biz əvvəlcə pərçimlər üçün deşik açırıq. Buna nəyin köməyi ilə etdik? Deşik açan və burğunun köməyi ilə. Çox vaxt birləşdirilən iki pəstaxı eyni vaxtda sıxacda və yaxud da ki, məngəndə sıxaraq burğulamaq olur. Bəli, bu da ayrı formada bir test sualı gətirir. Formasında salırlar. Yəni bu hissəyə də diqqət edin. Deşiyin diametri pərçimin diametrindən 0,1 və 0,2 demək millimetr böyük olmalıdır. O deyirlər, burada Kərəmi ağlamaq tutur. Həqiqətən demək, burada bəzi müəllimləri ağlamaq tutur. Olur ki, mən gətirib bunu ayrıca bir test sualı kimi salıram ki, burada deşiyin diametrini hal-hazırda bizdən istəyir. Müəllimlərə testə salıram ki, pərçimin diametri deşiyin diametrindən nə qədər böyük olmalıdır. Demək olar ki, 99% müəllim doğru götürür. Amma səhv edirlər. Niyə? Çünki biz əgər pərçim üçün deşiyi açırıqsa, burada pərçimin diametri o qədər də önəmli deyil. Yəni deşiyin diametri bizim üçün önəmli olmalıdır. Yəni burada deşiyin diametri pərçimin diametrindən böyük olacaq. Pərçimin diametri deşiyin diametrindən yox. Onda həmin deşiyə pərçim necə girəcək? Təbii ki, bu yanlış olacaq. Ona görə deşiyin diametri pərçimin diametrindən 1/10 və 1/2 millimetr böyük olmalıdır. Bu hissəyə də diqqət edin. Burada elə şəkil 2-də baxsanız, pərçimin başlıq formaları verilir. Şəkillərə də diqqət edin müəllimlər. Niyə görə? Çünki MİQ suallarından biri olmuşdur ki, şurupların başlığının forması. Şəkillə birlikdə gətirib salmışdılar və dedilər ki, uyğunlaşdırın. Ona görə pərçimlərə diqqət edin, çünki gətirib salma ehtimalları çoxdur. Yəni, biz deyə bilmərik ki, ya salacaqlar, ya salmayacaqlar. Ona garanti verə bilmərik. Baxın, bu yarım girdə, yastı, gizli, eyni şuruplara bənzəyir. Bir də yarım gizli. Və burada bir məqamı nəzərinizə çatdırım ki, bir demək cəhətdən şuruplara bənzəyir. C ilə C müəyyən qədər bizim istifadə etdiyimiz şurupların başlığının formasına bənzəyir.
Hətta elə şurupların başlığında da demişdik ki, gizli və yarım gizli. Özünüz də görürsünüz ki, bənzərlik var. Burada bəs fərqlilik olan nədir? Yastı şuruplarda var idi? Təbii ki, xeyr. Yarımgirdə var idi? Xeyr. Yarım dairəvi desəydi, bəli, biz onu bənzərlik olaraq götürə bilərdik. Amma burada yarımgirdədir hal-hazırda. Yarım dairəvi şuruplarda idi. Yəni bu hissəyə də diqqət edin. Daha sonra müəllimlər, bunu istəyirəm bu şəkildə qeyd edim. Sizin üçün rahat olsun. Dedik, pərçimləmə zamanı müəyyən ardıcıllıq var. Hansı idi? Bax, demək bizim ilk mərhələmiz o idi ki, pərçim üçün deşik açırıq. Və deşiyi biz burğu və deşik açanın köməyi ilə etdik. Daha sonra deşiyin diametri, bu bizim ikinci mərhələmiz olacaq müəllimlər. Deşiyin diametri pərçimin diametrindən böyük olmalıdır. Bu gələcək 2-də. Üçüncü mərhələmiz o olacaq ki, pərçimi deşiyə salırıq. Bəli, pərçimi deşiyə saldıq. Bu bizim üçüncü mərhələmizdir. Dördüncü mərhələmiz o olacaq ki, pərçimin mili 1.3 və 1.6 diametrə qədər detalın üzərinə çıxmalıdır. Bu gələcək dördüncü mərhələdə. Başlığı biz yerləşdiririk saxlayıcının oyğuna. Bu gələcək 5-ci mərhələ. Yəni, bir də təkrar edək. 3-cü mərhələdə gələcək ki, pərçimi biz deşiyə saldıq. Saldıqdan sonra pərçimin mili 1.3 və 1.6 diametrə qədər detalın üzərinə çıxmalıdır. 5-ci mərhələ o olacaq ki, biz həmin pərçimin başlığını saxlayıcının oyğuna yerləşdiririk. Və yerləşdirdikdən sonra onu dartılma boyunca birləşdirilən detalları çəkic zərbələri ilə bərkidirik. Davam edək. Daha sonra müəllimlər, demək istədiyim odur ki, bunu ardıcıl formada şəkillər üzrə düzdür. Burada qeyd olunmayıb rəqəm üzrə, amma biz onu şəkillər üzrə baxdıqda, indi birazdan görəcəksiniz. Burada müəyyən ardıcıllıq var. Ona görə bunu bu şəkildə bizim qeyd etməyimiz mütləqdir. Siz də öz qeydlərinizi aparın. Ona görə yəni bunu bizim deməyimiz vacibdir. Daha sonra gələcək bizim 6-cı mərhələmiz. Nə olacaq 6-cı mərhələmiz? Daha sonra 6-cı mərhələmiz gələcək. Yəni 6-cı mərhələ o olacaq ki, dairəyə biz çəkic zərbələri ilə biz onu qapayıcı başlığa pərçimləyirik. Sıxacın köməyi ilə isə bu 7-ci mərhələdir ki, sıxacın köməyi ilə onu düzgün forma veririk. Bax, testlərə düşür bu sual ki, nəyin köməyi ilə biz pərçimin başlığına müəyyən forma veririk? Təbii ki, sıxacın köməyi ilə biz ona düzgün forma vermiş oluruq. Və sonda hazır pərçim birləşməsi əldə edilir. Deməli, müəllimlər, buradan müəyyən bir ardıcıllıq var. Gəlin bir də təkrar qayıdaq. İlk mərhələmiz nə oldu? İlk mərhələmiz oldu ki, pərçim üçün biz əvvəlcə deşik açırıq. Və bu deşiyi biz dedik ki, deşik açan və burğunun köməyi ilə edirik. Sonra deşiyin diametri dedik ki, bu ikinci mərhələ olacaq. Deşiyin diametri pərçimin diametrindən. Bax, qarışdırmayın. Olar ki, testlərdə deyər ki, pərçimin diametri yoxsa deşiyin diametri. Təbii ki, deşiyin diametri pərçimin diametrindən böyük olacaq. İkinci mərhələmiz bu idi. Üçüncü mərhələ gələcək. Biz pərçimi demək həmin aldığımız deşiyə salırıq. 4-də gələcək pərçimin mili detalın üzərinə 1.3 və 1.6 diametrə qədər çıxacaq. Bu bizim oldu 4-cü mərhələmiz. 5-də həmin başlığı biz saxlayıcının oyğuna yerləşdirmiş oluruq. 6-cı mərhələdə gələcək həmin demək birləşdirdiyimiz hissələrə dairəvi çəkic zərbələri vurmaqla biz onu pərçimləyirik. Və müəllimlər, 7-ci mərhələmiz də müəllimlər çox rahatdır. Sıxacın köməyi ilə biz həmin pərçimə düzgün forma veririk. Verdikdən sonra isə bizim 8-də isə hazır pərçim birləşməsini biz əldə etmiş oluruq. Deməli, bax, müəyyən ardıcıllığımız bu idi. Daha sonra müəllimlər, pərçim birləşməsində biz harada istifadə edirik? Bayaq dedik ki, qatlama birləşməsindən haralarda istifadə etdik, bunu qeyd etdik. Pərçimdən isə təyyarə, gəmi qayırma və körpülərin salınmasında istifadə olunur. Yəni, bunu ağlınızda saxlayın. Deməli, testlərdə düşsə ki, pərçim birləşməsindən harada istifadə edilir? Təyyarə, gəmi qayırma və körpü salınmasında, onların hazırlanmasında geniş istifadə olunur. Belə müəllimlər, demək,
burada şəkil 3-ə baxın. Şəkil 3-də də baxsanız bizim müəyyən ardıcıllığımız burada hal-hazırda qeyd olunub. Bayaq orada qeyd etdim. Əvvəl deşiyi açırıq, daha sonra deşiyin diametri nə qədər böyük olacaq və deşiyin diametri xüsusilə diqqət etdim ki, deşiyin diametri böyük olacaq. Pərçimin yox müəllimlər, bura diqqət edin və pərçimi biz deşiyə salırıq. Ona müəyyən forma veririk sıxacın köməyi ilə və sonda Y-də də göstərilib ki, hazır pərçim birləşməsi alınır. Ümumiyyətcə şəkillər üzrə yadınızda saxlasanız daha sizin üçün asan olacaq. Olar ki, elə imtahanda da qarşınıza çıxar. Mən əminəm ki, bu şəkildə yadınızda saxlasanız heç bir müəllim artıq qarışdırmayacaq. Yaxşı müəllimlər, hər birinizə uğurlar, hələlik.